Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Baxırıq deməli DİM-in sınaq toplusundan 11-ci ümumi sınağın izahına. Çalışacağım ümumi sınaqların hər birini çəkim paylaşım. İndi zaman olduqca, vaxt olduqca. Amma mövzu sınaqlarını söz vermirəm. Yəni vaxt olarsa çəkib paylaşacağım. Çox güman ki, çəkməyəcəm mövzu sınaqlarını. Başlayaq birinci sınağımıza. Deyir, informasiyanın xassələrinə aid deyil. Birinci A variantına baxsınız, deməli nəticəlik nəyin xassəsidir? Alqoritmin xassəsidir. Ona görə cavabımız nə olacaq? A variantıdır. Qalan digər variantlar isə informasiyanın xassəsidir. Alqoritmin başqa xassələri nə idi? Deməli müəyyənlik, diskretlik, bir də kütləvilik. İkinci sualımıza baxaq. Demək, nəsə sözünün Sezar şifri bu kimdir? Bu cür şifrələmə tətbiq edilərsə, kalkulyator sözünün Sezar şifri hansı olar? Deməli birinci hərfə baxsaz, C-dən C-yə keçib, düzdür? Bu da birinci hərfi C-dir. Elə başa belə deyək də, Y variantı ilə B variantını biz silsək, birinci hərflər C olanları saxladıq. İndi bir dənə C-dən C-yə baxaq, neçə addım atmışıq? 1, 2, 3, 4. Düzdür, deməli K bərabərdir 4-ə. Axırıncı hərfimizə də baxaq, R-yə baxaq. Deməli R-dan 1, 2, 3, 4 atsaq V-yə düşəcək. Deməli C variantı da silinəcək. Qaldı deməli A ilə D. Ondan sonra axırdan ikinci hərfimiz O-dan da baxsaq, demək O-dan 1, 2, 3, 4-cü nəyə düşdü? S-yə düşdü. Deməli cavabımız nə oldu? A variantı. D variantı da getdi. Üçüncü sualda ifadəsinin qiyməti onluq say sistemində neçə olacaq? Deməli, baxın 2 üstü bu 0, 1, 2 düzdür, 2 üstü 2, 4 də düzdür. Yazıram buradan 4 plus. 4 üstü 2, 16'dır. Yəni baxın bu 16'dır. 5 üstü 2, 25 bu 5'dir. Plus 3 üstü 2, 9 da budur. Bunların cəmi neçə edəcək? Deməli 20, 25, 45, 9, 54. Cevabımız olacaq nə? D variantı. Dördüncü sual avtomat qurğu girişə verilən ədədləri müəyyən qanuna uyğunluqla emal edir. Qanuna uyğunluğa əsasən boş xanaya uyğun ədədi müəyyən edir. Məntiq sualdır. Deməli 121-dən 242 alıbsa 404-dən 808 301-dən demək baxın 121 plus 121 bizə neçə verəcək? 242. Sonra 404 plus 404 bizə neçə verir? 808. Düzdür, bunları da bildirmir özünü. 3, 2, 1 plus 1, 2, 3. Tərsinə yazanda deməli bu bizə neçə verəcək? 444. 421 plus 124. Deməli bu da bizə neçə verəcək? 545. Cavabımız nə olacaq? C variantı. İstəsəz bunu da yoxlaya bilərsiniz. Deməli 324 plus 423 bizə neçə verəcək? 747. Cavabımız deməli burada nə olur? C variantı. Davam edək 5-ci sualımıza. Elə yerləşdirək. 6-ya da baxarıq. Ağ-qara təsvirin 16-lıq say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmdən ibarət olur? Ağ-qara təsvirin 16-lıq say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmdən ibarət olar? Yaxşı. Deməli 1, 2, 3, 4, 5, 6 dənə burada, 2, 3, 4, 5, 6, 7 dənə də burada. 6 dəfə 7'miz 42 budur. 42 dənə damamız var, düzdür bizim. 16-lıq say sistemində bir rəqəm 4 bitdir də. 42-ni biz 4'ə bölsək neçə düşəcək? 10 tam neçəsə də 10 tam neçəsə. Deməli o da neçə rəqəm götürəcək biz? 11 rəqəm. Cavabımız nə olacaq? B variantı. 6-cı sualımıza baxaq. Deməli 6-cı sualda çəki matrisinə əsasən adi qrafın neçə təpə və tildən ibarət olduğunu müəyyən edin. Təpələrin sayını deməli buradan başlayır saymağa. 3, 4, 5, 6 dənə 6 təpə var. Tillərin sayı
Bir tərəfi saysanız bəs edəcək. 1, 2, 3, 4, bu da 5. 5 dənə də nəyimiz var bizim? Tilimiz var. Cavabımız nə olacaq? A variantı. Sadə bir sualdır. Davam edək 7-ci sualımıza baxaq. Alqoritmdəki dövr neçə dəfə icra olunduqdan sonra A dəyişənin qiyməti 2-yə bərabər olar? Deməli 25 düzdür. A bərabər 25 2-yə böldük 12. Buradan A bərabər oldu 13. Üzərinə 1 gəldik. 13 2-yə böldük 6, 7. 7-ni böldük 3, 4. 4-ü böldük deməli 2. Bu da 3. 3 2-yə böldük 1. Bu da 2. İndi bunlar hələkib şərt ödəyir də. Hə, bax 7 bura hə verirdi. 4 bura hə verirdi. 3 də hə verirdi. Amma mən 2 ilə bura düşəndə 2 böyük bərabərdir 3-dən. Yox, düşürəm bura nə edirəm? 2-ni çap edirəm. Deməli bizdən nə istəyirdi? Dövrün sayını. Dövrün sayı da baxın 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə. Cavabımız nə olacaq? Y variantı. Elektron cədvəlin A2 xanasında olan demək düsturu 2 sütun sağa plus 2 sütun sağa demək 2 sətr aşağıya plus 2 sətr aşağıya. Deməli da özü deyib də nə eləməlisiniz? Nəsə, deməli burada A-ya dəymirsiniz. Deməli A variantı silindi, getdi. 1-in üzərinə 2 gələndə 3 yeyəcək. Bu da getdi, bu da getdi. Qaldı D ilə Y. O gəldik, burada 2-yə dəymirik, amma B nə edəcək? 2 addım artmalıdır. Deməli B isə bu da olacaq nə? D. D olduğuna görə avtomatik bunu da silirəm. Bir dənə qaldı məndə nə? Y variantı. İstərseniz o birislərə də baxa bilərsiniz, amma ehtiyac yoxdur. Rahat test. 9-a baxaq, sonra o birisinə baxaq. A bərabərdir 4 olduqda proqram nəticəsini müəyyən edin. Deməli 4 daxil ediniz. F4, 4-ü qoydunuz buradan yerinə. A bərabər 4 vurulsun 2, 8. A bərabər demək sətirdə 8. STR oldu. B bərabər 5 vurulsun A. Bax 5-i bu 8-ə vuranda 5 dənə nə olacaq? 8 olacaq. Return edirik deməli B-ni. Bunu qaytarırıq, çap edirik. Cavabımız nə olacaq? A variantı. Python sualına bax. 30 saniyə çəkdi, heç yəqin ki çəkmədi. 10-cu sualımıza baxaq. Proqram nəticəsini müəyyən edin. A bərabər siyahımız var. Siyahıya birbaşa müraciət edirik. Demək, I baxın bölünsün 10-a tam hissəni götürəcək. Birinci hissəni götürəcək. Qalıq hissə, yəni ikinci hissəsi. Rəqəm, ədədin belə deyək də birinci və ikinci rəqəmi toplayırıq. K-ya bərabər edirik. Məsəl üçün 3. Ondan sonra, yəni 12-dən 3 aldıqdan 3 kiçik bərabərdir 9-dan, bəli. B-yə nəyə əlavə edəcəyik? I vurulsun 10, yəni I neçədir? 12. 12 vurulsun 10. Üzərinə gəlsin K. Bunu neçə edəcək? 123. Düzdür. İndi bunu bildik. Gedək icra edək. Deməli, bu neçə edəcək? 3, 3-ün üstünə 4 gəldik. 7, 5 bu. Ondan sonra 9 bu. 9 nə idi? 11 bu. 13 bu. 9 bu. Deməli 4 də bu. Burada mənə nə lazımdır deməli? 9-dan kiçik bərabərlər. Yəni 3, 7, 5, 45, bir də 4. Bunlar lazımdır mənə. Hə, deməli nə edəcəm? Baxın, indi i-nin qiyməti birinci 12-dir. 12-ni 10-a vurduq 120. Üstünə düz çıxanda neçə edəcək? 123. 123. O birisi deməli 347, 235, sonra 459, o birisi də 134. İndi bizdən nə istəyir burada? Max B-dən çıx min B. Max B deməli ən böyük burada neçədir? 459 çıxılsın. Ən kiçik neçədir? 123. Bu da yazıq deməli 6, 3, 3, 336. Cavabımız nə olacaq? A variantı. Proqram nəticəsini müəyyən edin. N bərabərdir 23, S bərabərdir 0. Baxaq nə edir? Deməli, N-i 10-a böl, tam hissəni götür, yəni 2. 10 kvadratı 2 üstü 2. Bu bizə verəcək 4.
Təzədən onu yine STR ilə sətrə çevir. Yaxşı çevirdik. Bu biri tərəfdə deməli n-i 10-a böl qalığını 3-ü 3 üstü 2 bizə 9 verir. Bunu da sətirdə deməli sətirlə sətiri toplayanda 4 9 birləşəcək sətirdə. Təzədən bura baxırsınız int eləyir. Deməli 49-u çevirdi ədədə. Sonra baxaq nə edir. Buradan biz aldıq 49. Deməli 49 nida bərabər 0. Fərqlidir 0-dan? Bəli. S bərabərdir S plus 49-un 10-a bölünməsindən alınan qalıq 9. Təzədən 49-u 10-a bölür, tam hissəni götürür, yəni 4-ü götürür. Qalxır 4 fərqlidir 0-dan? Bəli. 4-ün 10-a bölünməsindən alınan qalıq 4 deyəcək. Plus belə. 9 plus 4. Deməli təzədən düşdük aşağı. Bizdə neçə qalmışdı? Beynim dolaşdı. Bizdə neçə qalmışdı? 4. 4-ü 10-a böldük deməli 0 aldıq. Qalxıram 0 0-dan fərqlidir yox. 9-un üzərinə 4 gəldim. 13. Cavabım nə olacaq? B variantı. A bərabərdir 45, B bərabərdir 32 olduqda proqramın nəticəsini müəyyən edin. 45-i buradan daxil edək, 32-ni buradan. Burada nə edir? A-nın 10-a bölünməsindən alınan tam hissə 4 verəcək bizə, plus B-nin 10-a bölünməsindən qalıb 2 verəcək. Baxın, buradan 2, buradan 4. Bərabərdir bu elədir 6. 6-nın 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Xeyr, 0-a bərabər. Deməli, bura ödənməli düşdü yersə, S-də nə istəyir? 10 vurulsun new n. New n-ə neçə almışdıq? 6 almışdıq. 6-nı 10-a vuranda deməli 60 plus. B faiz işarəsi 10. B neçə idi? 32. Faiz 10, yəni bizə verəcək 2. Bu da neçə edəcək? 62. Cavabımız nə olacaq? D variantı. Proqramın nəticəsini müəyyən edin. Beləsinə bir sətrimiz var. B boş siyahı. Birbaşa sətrə müraciət edirik. Birbaşa müraciət edirik. Burada nə deyir? I əgər böyük A-dan fərqlidirsə, eyni zamanda and I kiçik A-dan da fərqlidirsə, o zaman nə edəcəyik? B-yə appin deyirik. Nəyi? I-ni vururuq K-ya əlavə edirik. B-ni də burada yazıq da biz. I-miz deməli nə idi? Baxın, bu A ödəmir. Bizə bu B lazımdır, C lazımdır, D, F, E və s. Bunlar lazımdır. Deməli B. B-ni vurduq, K-nın qiyməti nədir? 1. 1-ə elə əlavə elədik bura. Təzədən K oldu 2. 2 oldu. Ondan sonra qalxdıq deməli böyük A fərqli deyil, işləməyəcək. Böyük C ilə gələndə deməli C-ni vururam K-ya, yəni 2-yə. Olacaq nə? C, C. Ondan sonra K-mı deməli olur neçə? 3. Kiçik D ilə gələndə D-ni vuramda neçə? Oldu D, D, D. K oldu neçə? 4. Bunun altındakı nə idi? F. F-i 4-ə vuramda deməli F, F, F. K oldu 5. E hərfidəki 5 dənə yazılacaq. Bu şəkildə. Demək bizdən baxaq görək sonra nə istəyir? B2 len. B2. Baxın rəngi dəyişdim. 0, 1, 2, 3, 4. B2-ni len edirəm. Bax, bura mənə neçə verəcək? 3. Düzdür. Yazıram. Buradan yazaq da 3. Plus. İndi bu hissəyə baxın. Bax. Len B, len B. Len B mənə verir? 1, 2, 3, 4. Bu da 5. 5. 5-dən bir çıxanda 4. İndi bu dəfə B4-ü len edəcəm. Bax, B4 almışam da buradan düzdür. B4-ü len edirəm. B4-ə baxıram. Bax, Y-lərdir. Hamısı Y hərfi. Neçədir? 5. Düzdürmü? Buradan da aldım neçə? 5. Plus 5. Bu da mənə neçə verdi? 8. Cavabım nə olacaq? D variantı. Keçdik 14-ə deməli. Görək bizdə 14-dən nə istəyir? 14 bizdən nə istəyir daha doğrusu? Deməli, n bərabərdə 67, K bərabərdə 7 olduqda proqramın nəticəsini müəyyən edin. 67 bura, 7 bura deməli. N fərqlidirmi 0-dan, yəni 67 0-dan fərqlidirmi? Bəli, fərqlidir. Yazaq buradan S bərabərdir. Tam yazmıram dəyişən adını. Nə istəyir bu? A-da, A-da.
En faiz işarəsi K 67-ni deməli 7-yə bölüm 63 4-də düzdürmü? 4. A-da 4-cü. 4-cü nə olacaq? Bunu sıfırdan başlayıb heç bunu yazmıram. Deməli 4-cü nədir? 4-dür. Düzdür? 4. 4-ün üzərinə gəlirəmdən STR1, STR1-ə də baxırıq, heç nə yoxdur. Bu nə olacaq? 4. Bu şəkildə. Deməli düşdük aşağı. N bölünsün K tam hissəni götürürük. 67-dən 7-yə bölünən neçə düşəcək? Tam hissə 9 dəfə. Təzədən qalxıram. 9 fərqlidir sıfırdan? Bəli. 9 faiz işarəsi K, yəni 7. Bizə neçə verəcək? 2. A-da ikinci nədir? 2. 2 plus STR1. 2 plus STR1, yəni 2 plus 4. Bu da neçə verəcək? 2, 4. Birləşdi bir-birinə. Təzədən deməli yazırıq nə? 2 xətti bölmək K, yəni 7-yə. Bu da bizə nə verəcək? 2 nə idi? 9 2 xətti bölmək K. 9 7-yə bölündə neçə düşəcək? 1 dəfə. Qalxıram deməli 1 fərqlidir sıfırdan? Bəli, fərqlidir. 1-in K-ya bölünməsindən alınan qalıq nədir? 1-dir. 1 üzərinə gəlsin STR1. STR1-də nə idi? 2, 4. Bu da mənə nə verəcək? 1, 2, 4. Ondan sonra deməli mənim enim nə idi? 1. 1-i deməli K-ya böləndə 2 xətti bölmə mənə nə verəcək? 0. 0 0-dan fərqlidirmi? Yox. Print edirik STR1-i. STR1-də neçə almışıq? 1, 2, 4. Cavabımız nə olacaq? B variantı. Uyğunluğu müəyyən edin. Bunu bəlkə biraz böyüdək. Çox balaca oldu. Hələ, baxaq belə. Uyğunluğu müəyyən edin. Deməli, A bərabərdir byte sözümüz var. Before range len byte. Bu 4 minus 1 bura edəcək neçə? 3. Deməli, i-nin qiymətlərini alacaq 0, 1, 2. Deməli, 0 alanda 0 üzərinə gəlsin 1. Yazıq 1 vurulsun. 0 plus 1, 1. A-da birinci nədir? I. Vurulsun i. Bu da nəyə seyəcək? I. Bunu bu tərəfdən yazaq. I. Sonra deməli 1-i götürəndə 1-in üstünə bir gəndə 2. 2 vurulsun. 1-in üzərinə bir gəndə 2. İkinci nədir? T. 2-ni T-yə vuranda TT. Buradan yazaq da TT. Ondan sonra 2 ilə gələndə i-nin 2 qiymətinə gələndə 2 plus 1, 3. 3 vurulsun. 2-nin üstünə də bir gəndə 3. Üçüncü də nə idi? Y hərfidir, düzdür. 3 vurulsun Y. Bu da nə edəcək? Y. Deməli 1-ə nə uyğun gəldi? A variantı. İndi baxaq ikinciyə. İkincidə nə istəyir? Deməli yenə 4 minus 1 bura bizə 3 verəcək. i-nin qiymətləri neçə olacaq? 0, 1, 2. 0, 1, 2. Deməli 0 vurulsun A, 0-cı. 0-cı nədir? B. 0-ı B-yə vuranda baxın beləsinə deyək də siz bunu çalışdırsınız. Bir dənə sətir boşa gedəcək. Yəni 0 dənə B. Yəni heç nə də, heç nə. Elə ki bu sətirdə heç nə olmur. Təzədən düşəcək növbətlər buradan çap olunacaq hər nədirsə. Deməli nəsə bizə o növbətlər lazımdır. 1-i götürəndə deməli 1 vurulsun A1. Yəni i. Bu bizə verəcək i. Sonra 2-ni götürəndə 2 vurulsun A2. İkinci də nədir? T-də. Bura baxsınız görürsünüz ki T-də. T-ni də 2-yə vuranda 2 dənə TT. Burada isə bir dənə boşluq yaranır. Bax bu hissədə bir dənə boşluq yaranır. O da öz yerində yəni. Amma belə bunu görürük də biz. I, TT. Deməli 2-yə də nə uyğun gəldi? B. 2-yə də uyğun gəldi B. Yəqin ki cavab məlumdur. A, B. Cavabımız nə olacaq? C variantı. 3-ə də nədir? C-də düzdür. C-də istəsəz buradan həll edə bilərsiniz. Lap gəlin baxaq. Deməli sayını qoyduq bura 4, 1-dən 1, 2, 3. i-nin 1 qiymətində. Baxın yazıb ki 1, 1. Vurulsun ulduz işarəsi. Dırnaqda ulduz işarəsi. Yəni bir dənə ulduz. Düzdür. Vergül. Bura nə yazıbdır? Deməli 1 vurulsun A1. A1 nədir? I. Yəni I.
Ondan sonra bu dəfə i-nin 2 qiymətindən. 2 qiymətindən siz gələndə 2 vurulsun ulduz. Deməli 2 dənə ulduz. Ondan sonra 2 vurulsun A2. 2 nədir? T. 2 dənə də TT. Nəsə də bu şəkildə gedəcək. Artıq C variantının çıxdığını görürsünüz. Ulduz, i, ulduz, ulduz, T. TT. Sonra da növbət. M bərabərdir 3, K bərabərdir 2 olduqda proqramın nəticəsini müəyyən edin. Deməli 3, K neçə olsun? 2 olsun. 3, 2. 3, 2 ilə bura gələndə A bərabər oldu 3-ə. K sıfırdan fərqlidir mi? Bəli, fərqlidir. Yazırıq A bərabərdir A vurulsun A-ya. A neçə idi? 3, 3 vurulsun 3. Bu da neçə elədi? 9. K bərabərdir K minus 1. K neçə idi? 2, 2-dən 1 çıxanda 1. A bərabərdir A minus 2. 9-dan 2 çıxdı. Neçə elədi? 7. Təzədən 1 sıfırdan fərqlidir mi? Fərqlidir. A bərabərdir A vurulsun A. 9 vurulsun. Yox, 7 vurulsun 7. 49. K da bərabərdir 0. A da bərabərdir A minus 2. 49 minus 2. 47. Qalxdıq təzədən 0. K 0-dır. 0-dan fərqlidir mi? Yox. Return elədik A-nı. A-nın son qiyməti neçədir? 47. Cavabımız nə olacaq? 16-da A variantı. Demək 17-ci sualımıza baxaq. Proqram nəticəsini müəyyən edin. S bərabərdir 67. K in range 4-dən 9-a. 9-dan sizin işiniz yoxdur. 4-dən 8-ə də 5, 6, 7, 8, 5 addım var. 5 dəfə 7-dim deməli 35. 67-dən 35 çıxanda 2, 3, 32 cavabımız oldu. C variantı. Suallar yəni sadədirlər hamısı. Çətin sual görmədim hələ ki. Yəqin ki, növbəti sınaqlarda daha çətinləri olar. Verilənlərin ötürülmə sürəti 1024 bit bölü saniyə olan rabitə kanalı vasitəsilə 8 kilobayt həcmli fayl ötürülür. Eyni vaxt ərzində digər rabitə kanalı vasitəsilə 256 bit bölü saniyə sürəti ilə ötürülən faylın həcmi neçə kilobayt olar? Belə həll edə bilərsiniz, eləməyə də bilərsiniz. Deməli 210-da 8 kilobaytsa, deməli 208-də x-dir. Buradan x bərabərdir 208 vurulsun 203 bölünsün 210. 211 10, bu da 201 bərabərdir 2. Cavabımız nə edəcək? C variantı. Çünki eyni vaxtda deyir də, yəni ehtiyac yoxdur, tənasüblə edə bilərsiniz. Amma belə də edə bilərsiniz. 8 kilobaytımız deməli 203 vurulsun 213 bitə keçirdim. Böldüm 210-a. Belə deməli ixtisar gedəndə 206. Düzdürmü? 206 bu mənim nəyimdir? Zamanımdır, zamanım. Bunu da vuracağım 208-ə. Yəni baxın bu 256-ya. Alacağım mən bitlə həcm. Düzdür? Bunu da çevirirəm 213-ə bölüb kilobayta. Deməli 14, bu da 13. Buradan mənə neçə qalır? 201, o da 2. Cavabımız yenə də olacaq nə? C variantı. İnternet resursu identifikatorunda protokol hissəsi hansıdır? Deməli, protokol hissəsi burada olacaq HTTPS A variantı. 20-ci sual. Nicat məktəbə fəaliyyət göstərən 6 dərnəkdən üçüncüsündə məşğul olur. Bu məlumatın informasiya miqdarı ən az neçə bit olar? 6 dənə dərnək varsa, 6 dənə müxtəlif dərnək var da, düzdür? Bunu kodlaşdırmaq üçün bizə neçə bit lazımdır? Baxın, 2 üstü 2 bərabərdir 4 edir, 2 üstü 3 bərabərdir 8 edir. 6 bu aradadır, böyük olanı götürürsünüz 3 bit. Cavabımız nə olacaq? B variantı. Yəni 6 dənə müxtəlif vəziyyəti kodlaşdırmaq üçün bizə ən az 3 bit lazımdır. 20-nin cavabı olacaq nə? B variantı. Keçək 21-ə. Biraz sürətli şəkildə davam edək. 21. A bərabərdir FF16, B bərabərdir 10. İkilik say sistemində olarsa A plus B cəmini ikilik say sistemində ifadə edin. Gəlin ikilikdə toplayaq. F 4 dənə 1, 4 dənə 1 plus 1, 0. 1-in üzərinə 0 gələndə deməli neçə edəcək? 1. 1-in üzərinə 1 gələndə 2, 2-dən 1, 2-dən 2 çıxırsınız 0, 1 yadda. Yadda qalan baxın 1-i bundan toplayanda elədi 2, 2-dən 2 çıxdı 0 yazdınız 1 yadda. Yenə bundan toplayırsınız. Deməli 0 yazdınız 1 yadda, bundan 0 yazdınız 1 yadda, 0 yazdınız 1 yadda,
0 yazdınız. Bir yadda 0 yazdınız. Yadda kalan bir de attınız karşısına. Deməli 1, 6, 7 dənə 0, bir dənə də 1. 3, 3. C variantı. 21'in cevabı ne olacak? C variantı. Deməli 22-ci sual şəbəkə topologiyasına aid deyil. Şin topologiyada, ulduz topologiyada, halqa, hibrid topologiyada, port deyilən bir topologiya yoxdur. Suallar dəhşət çətindir. 23-cü sualımıza baxaq. Elektron cədvəlin B4, Y4 diapazonuna əsasən B4 baxın Y4 diapazona əsasən diaqram qurulmuşdur. Diaqrama əsasən C üçxanasına hansı ədəd olmalıdır? Deməli C üçxanası. Bura baxsaq, bunu təmizləyim. Bura baxsaq, deməli D3 plus B3, D3 plus B3, B3 2, D3 6. 6 plus 2, bu bizə neçə verdi? 8. 8 minus C3 x-dir, bilmirəm. Bura, bilmirəm. Minus x. Deməli, bura nədir? Bu yazdığım qiymət bu xanalında, yəni aşağı yazmağıma baxmayın. Deməli D3 vurulsun C3. D3 neçədir? 6. 6 vurulsun C3, yəni 6x. Bölünsün 9 plus C3, yəni x. Burada yazaq 6x plus 9x bölünsün 9. Düzdür, bərabər olacaq neçə? 8 minus x-ə. Niyə? Çünki burada 17'dir. Burada 17'dir. Baxın, siz bu hissədən diaqramı böləndə bu 33'ə nə düşür? B4. Bu 17'ye nə düşür? C4. Bu 17'ye nə düşür? D4. D4 ilə C4 bir-birinə bərabər olduğuna görə bunu bir-birinə bərabər elədim. Deməli buradan da 6x plus 9x birbaşa yazaq da 15x'dir. 15x bərabər 9 dəfə 8'im 72 minus 9x. 9x'i bu tərəfə keçirdəndə neçə yer? 24. 24x bərabər 72. X də bərabərdir 3'ə. Cavabımız nə olacaq? 3. Bunun variantı yoxdur, açıqdır. Mətn redaktorunda yaradılmış sənəd bir səhifədən ibarətdir. Səhifəyə 256 vurulsun 512 pikseldən ibarət 4 ədəd ağ-qara rəngli təsvir əlavə olunub. Deməli 208 vurulsun 209 vurulsun 4'ə vurulsun ağ-qara nəsə də bir bitə vurmuram ona da. Mətn failini yadda saxlamaq üçün neçə klasterdən istifadə olunur? Bu bitdi də, düzdür. Bunun keçidi kilobayta 213'ə bölsək. Buraya ilə aparsaq 17 ilə. 17 yox, 19 ilə. 202 də burada var da. 219 ilə 213 ixtisar aparsaq, buradan bizə qalacaq 206, bu da neçə yer? 64 kilobayt. 64 kilobayt klasterimizin də biri 4 kilobaytdır. Bunu da 4'ə böləndə bərabər olacaq 16 klasteri. Cavabımız nə olacaq burada? 16. 25. 25'in nətəri? Rahat baxaq. Kiçildək biraz buranı. Allah belə baxaq. Verilənlər bazasının cədvəl fraqmentlərinə əsasən neçə şagird ən azı 2 müxtəlif dərnəklə məşğul olur? Deməli, şagird 2 müxtəlif dərnəklə. Şagirdin ID-sini buradan götürsək, 22.01, 22.0 ilə 1'lərə buradan baxsam, 22.01. Yəni 35.01, 35.02 və 33.00. Bu 3 dənə dərnəklə məşğul olur, müxtəlifdir, olsun. Bir xətt qoyaq, sonra sayarıq. 22.02'yə baxsaq. Deməli 22.02. Biri burada, biri də burada. 35.01, 35.02. Biri də bu. Əla, 22.03'ə baxaq. 22.03, 22.03. Biri burada. Başqası yoxdur. Deməli bu bizə lazım deyil. 34.02. 34. 34.02 yoxdur. 32.09. Baxın görürsünüz müxtəlifdir. Bir dənə də xəttə taxıram. Harada qaldıq? 33.12, 33.12, 33.12. Başqası varmı? Yoxdur başqası. Deməli bu da lazım deyil. 33.14.
33, 14. Siz 2 dənə, burada baxırsınız 2 dənə müxtəlif dərnək. Bir dənə də bu. Vəssalam, şagirdin aidiləri qutardı. Neçə dənə şagird oldu? 4 dənə. Cavabımız nə olacaq? 4. 26-ya baxaq. HTML kodda yaradılmış cədvəlin sətir və sütunlarının sayının hasilini müəyyən edin. Deməli, sətirlərimiz 1, 2 və 3. 3 vurulsun, sütunlarımız 1, 2, 3. Neçə 9 dənə. Uyğunluğu müəyyən edin. Hər hansı məlum virusa yolunmuş faylları aşkarlamağa imkan verir. Detektorlar iş qabiliyyətlərini saxlamaqla proqramları ilə dəyişdirir ki, onlar virusa yoluxmuş kimi görünür. Vaksinlər yoluxmuş faylları aşkarlamaqla yanaşı onları ilkin vəziyyətə gətirməyə çalışır. Doktorlar. A variantı. Deməli D, Y, 27-də. Funksiyanın qiymətini hesaplayan algoritmin blok sxemini tərtib edin. Deməli, biraz yuxarı hissələri mən çəkməyəcəm. X böyükdür 5 olanda, X böyükdür 5 olanda. Hə desək, Y bərabərdir X plus 5-i hesabla. Oxunur da yəqin ki. Bu damaları çəkməsəklər daha yaxşı olardı. Demək, yoxa gəldik. Yoxa gələndə x kiçikdir 5 olanda, hə desək, burada y bərabərdir x minus 25-i hesabla. Burada da deməli yoxa gələndə, baxın böyük halını yoxladıq, kiçik halını yoxladıq. Bir dənə onsuz da bərabər halı qaldığına görə da üçüncü bir romb çəkməyə ehtiyacımız yox. Y də bərabərdir x plus 12 və saat bitdi. Bunları da hamısını gətirib birləşdirməlisiniz aşağıda. Y-i çap eləməlisiniz. Və başlanğıcı, sonu falan da özünüz yazın da. Onları yazmadım. 28, 29. 29-cu sualımızı deməli Python'da yazaq. A bərabər deməli siyahın bütün elementlərini yazmayacağım. 245, 124, 422, 334. Bəsdir. Deməli neyək? Birinci və sonuncu rəqəmlərin cəmi sadə ədəd olan elementləri. Birinci və sonuncu rəqəmlərin cəmini mən toplayım, bir dənə siyah yığım, sonra ondan sadələri taparam. Funksiya ilə də yazmaq olur, amma yazmayacağım. Deməli, C bərabər bir dənə boş siyahı verək. For in A. T bərabər olsun str deməli. I. S bərabərdir. Int. T'də sıfırıncı. Plus int. Deməli, T'də -1. Əla. C-yə əlavə edək. C-yə əlavə edək nə? S-i. Düzdürmü? Birinci və sonuncu rəqəmini topladıq, C-yə yığdıq. Düzdür, C siyahısını. İndi C-yə birbaşa müraciət edək. Mən nə yazıram? Deməli, birbaşa müraciət edək. Sonra for deməli nə yazaq? Kvadrat kökünə qədər. Düzdürmü? Kvadrat kökünə qədər. Yarısına qədər də deyə bilərsiniz, amma ehtiyac yoxdur. Kvadrat kökünə qədər siz yoxlasaz, biləsiniz ki, bu sadədir və yaxud da mürəkkəbdir. Deməli deyirəm, if əgər j faiz işarəsi c düzdür. Bərabərdir 0, tam bölünürsə, əgər tam bölünürsə.
Bir dənə dəyişən verib bura. F bərabərdir F plus 1 olsun. Məsələn. Buradan deməli biz bir dənə də B siyahısına yığacağıq. B siyahısına yığacağıq. F'i də burada 0 verək, hər dəfə sıfırlansın. Demək 1. Dövr bitəndən sonra if deyirəm, əgər f bərabərdirmi 0-a, bərabərdirmi 0-a. O zaman deməli sadədə düzdür. Sadədirsə B nöqtə. Həbbin dedik nə? J-ni, bəli, J-ni. Haradasa səhv eləməliyiksə. Düzdür. Deməli, print B. Vəssalam. Deməli, əgər sadədirsə, yığaq B siyahısına. Baxaq görək bizə nə verəcək? 7, 5, 7. 7, 5, 7. 245-dən deməli 7. 124-dən 5. 422-dən 6 edir bizə lazım deyil. 334-dən 7 edir. Onu da yığdıq B siyahısına. Keçək növbəti sualımıza. 30-cu sualda bizdən nə istəyir? A bərabərdir nəsə siyahısının hər bir elementini bu element istisna olmaqla siyahının digər bütün elementlərinin cəmi ilə əvəz edən proqramı Python dilində yazın. Siyahısının hər bir elementini bu element istisna olmaqla siyahının digər bütün elementlərinin cəmi ilə əvəz edən. Yəni, məsəl üçün 3-ü götürdümsə mən, 3-ü götürdümsə, deməli, yerdə qalanların cəmini toplayacağam. 3-ü dəyişdirib onların cəmini yazıram da. Məsəl üçün 3-ü götürdüksə, deməli, 4, 5, 9, 12-də düzdür. 3-ün yerinə nə yazacağım? 12, hə, bildim. Yaxşı. Şərti başa düşmək olmuyor. Yaxşı, deməli, A bərabərdir siyahımız nədir? 1, 2, 3, 4, 5. Əla, yaxşı, neyniyik? B bərabər də olsun, sum, deməli, A, cəmləyək. For I in A, birbaşa müraciət edək. Deməli, yazsam bura C bərabərdir B minus A. I. B minus I. Yerdə qalan bu C nə olacaq? O, bütün hamısının cəmi. Düzdür? Bütün hamısının cəmi. Yaxşı. Başqa nə tər yazaq? Bana buradan bir dənə boş siyahı verək. Boş siyahı verək və yığım T-yə. T nöqtə deməli, appin deyək. C-ni. Yığdıq T-yə. Ondan sonra deməli bizdən nə istəyir? Təzə siyahımız da olsun da. Yazıram A bərabərdir T, print A. Biraz yaxşı olmadı, amma oldu da əsas oldu. 14, 13, 12, 11, 10. Baxın beləsinə bir kod. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi, abunə olmayıb izləyənlər abunə olmağı, zəhmət olmasa unutmayın. Növbəti sınavın izahında görüşənədək.